Uşaqlar, hazırdır yeməyimiz. Çıxardırıq. Gördünüz uşaqlar. Yeməyimizi çıxartdıq uşaqlar. Stola, yəni süfrəyə, qonaqların qarşısına bu formada gedir. Götürdük. Qoyduq. İstidir bax. İsti-isti gedir stola. Stolda ki, isti-isti kəsilir. Bax, üstünə altdan pendir qoymuşduq ha. Çevirəndə ki, o pendir üstə çıxır. Gördünüz nə formada? Müştəri də, qonaq da bunu yeyəndə qarışdırıb, həm çörəyindən yeyir, həm də belə deyim, ətindən yeyir. O pendir də alta qoymağımızın məqsədi odur ki, pişəndə pendir əliyib üstə qalsın. Dediyim kimi, istəsəz toyuqla da eləyə bilərsiniz, istəsəz ətlə də eləyə bilərsiniz. Birin elədiyi tərəvəzlə, yəni indi insan var, deyir, mən ət yemirəm, toyuq yemirəm, vegetarianam. Ona sadə tərəvəzlə eləyib bu formada verə bilərsiniz. Yəni, məlumatınız olsun, biləsiniz də, yəni. İçinin tərkibini balıqla da eləyə bilərsiniz, istəsəz, krevetka ilə də qızardıb qoya bilərsiniz. Nə formada istəyirsiniz, eləyə bilərsiniz içini.